Yumurta görünüşlü cheesecake kurabiyələri hazırlayırıq. Həqiqətən çox ləzzətlidir, özü də maraqlı görüntüsü var. Maraqlı günlərdə, özəl tədbirlərdə hazırlamaq olar. Portağallı sos hazırlayırıq. 1 stəkan portağal suyu, 1 ədəd portağalın qabığı, 2 çay qaşığı nişasta, 2 yemək qaşığı şəkər tozu əlavə edib başlayın qarışdırmağa. Orta odda qarışdıra-qarışdıra bişirməyə başlayın. Görəcəksiniz ki, artıq sos qatılaşır. Çay qaşığı kər yağı ilə ləzzətləndirin və belə süzgəcdən keçirin. Getdi soyumağa, kremimizi hazırlayırıq. 180 qram labne pendiri, 100 qram qaymaq, 1 stəkan pudra şəkəri, 1 yemək qaşığı nişasta və 1 paket vanil əlavə edib qarışdırın. O da soyuducuya dinlənməyə getsin, xəmirimizi başlayaq yoğura. Xəmir üçün 100 qram kər yağı, 50 ml duru yağ, 1 yumurta, 1 dolu qaşıq labne, 1 paket vanil, 2 yemək qaşığı nişasta, hardasa 1 stəkan yarım, 2 stəkan un əlavə olunur. Unu az-az əlavə eləyin. Yumşaq bir xəmir olmalıdır. 45 qramlıq kündələri bu formada etdim. Soba listinə düzdüm. Kənarlarını belə əyri formasında elədim ki, yumurta formasına gəlsin. Hər peçenyanın üzərinə 1 yemək qaşığı həmin kremdən əlavə elədim. Son toxunuş olaraq da portağallı sosumuzda yumurtanın sarısı kimi əlavə edirik. Öncədən isidilmiş 170 dərəcəli sobada ehtiyatla bişirin ki, üzəri qızarmasın. Peçenyələrimizin altı isə tamamilə qızarır. Tavaya da qoyub belə servis elədim ki, daha maraqlı olsun. Tam səmimiyyətimlə deyirəm ki, gedin edin, çox ləzzətli idi.